Bismillahirrahmanirrahim. Allahın Rəsulu belə buyurub: Səlasətun munciyat, xəşiyyətullah fissirri vəl-əlaniyyə. Allahın Rəsulu buyurur ki, üç şey var ki, insana nicat verər. Onlardan biri Allah qorxusudur. İstər gizlində olsun, istər aşkarda. Yəni, insanın qəlbində Allah əzabından qorxu olmalıdır. Allahın sevgisini itirmək qorxusu olmalıdır və hər zaman bunu xatırlamalıdır. Və bunun üçün də əməllərini tənzimləməlidir. Gizli etdiyi günahlardan, aşkar etdiyi günahlardan çəkinməlidir ki, ilahi rizayəti əldən verə bilər. Allahın qəzəbinə tuş gələ bilər. İlahi məhəbbətdən məhrum ola bilər. Ona görə bu qorxuya görə insan özünü elə islah eləməlidir ki, o pis əməllərdən, Allahın razı olmadığı əməllərdən özünü qoruya bilsin. Digəri isədir ki, vəl-qəsdu fil-fəqri vəl-ğina. Deyir ki, istər varlı olan halda, istər kasıb olan halda etidalı, orta səviyyəni gözləməyi bacarmalıdır. Yəni, pulu çox olub qudurmamalıdır. Pulu az olub, kasıb olub, fəqir olub Allahdan üz döndərməməlidir. Hər bir halda insaniyyət sifətini itirməməlidir. Özünü qorumalıdır ki, mən bir insanam. Bu günləri fəqirlikdə də səbir eləməliyəm, varlılıqda da səbir eləməliyəm. O insanlıq çərçivəsindən kənara çıxmamalıyam. Bu xüsusiyyət də insanı xilas edən xüsusiyyətlərdəndir. Vəl-ədlu fil-qadəbi vəl-rida. İstər qəzəbli halda, qəmgin halda olasan, qəzəbli halda olasan, istər şad, reza halında olasan, gərəkdir ədalətə riayət edəsən. Yəni, qəzəb səni öz qüvvəsi təsirinə alıb yoldan azdırmasın, ədalətdən döndərməsin. Əli Əleyhisselamın Xəndək müharibəsindəki hərəkatı bunun açıq nümunəsidir ki, yəni onun üzünə ağzının suyunu atan bir düşməni öldürmür. Çünki qəzəblənir. Qəzəbini soyudub gəlib onu öldürür. Bu zamanda əgər qəzəblə öldürsəydi ədalətsizlik olardı. Amma qəzəbsiz öldürdüyü üçün Allaha görə öldürdüyünü bəyan edir. Yəni insan addımını atanda qəzəbini boğmalıdır ki, qəzəbin qüvvəsinə çevrilib nəfsin rizasını əldə eləməsin. Eləcə də xoş halında, yəni firavan halında, sevinç halında ədaləti gözləməlidir ki, insanlıq çərçivəsini aşmasın. Bəzi insanlar sevincindən elə oyunlar çıxardırlar ki, insana yaraşmayan bir xarakter alırlar özlərinə. Ona görə də ki, ədaləti qorumaq lazımdır. Həm qəzəb halında, həm sevinç halında, şadlıq halında. Bu insanlar insanı qəzəbə vadar eləyərək, ədalətsizliyə sövq eləməklə, təadül həddindən, orta həddən çıxması ilə və yaxud da ki, Allah qorxusunu unutmaqla insanları yoldan azdıra bilən xüsusiyyətləri özündən uzaqlaşdırsa, nicat tapa bilər. Vəssalamu aleykum və rəhmətullah.